Fərq ilişi ilə bəzənən hər yer dünyanın ən gözəl güşəsinə çevrilir. Bugün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. İçəri şəhərin ab-havası bugün tamamilə fərqli. Divarları rəngarəng və canlıdır. Bugün İçəri şəhər Dövlət Memarlıq Qoruğunun təşkilatçılığı ilə körpə qonaqlarımıza xüsusi tədbirlər, master-klasslar təşkil olunub. Gəlin onların sevincinə birlikdə şərik olaq. Körpələr dünyanın sevincidir, çiçəkləridir. Onlarsız bizim bir günümüz olmasın. Mən arzulardım ki, bütün dünyada olan uşaqlar firavan yaşasınlar, sağlam yaşasınlar. Bugün bütün uşaqları təbrik edirəm və istəyirəm ki, onlar heç vaxt xəstələnməsin və istəyirəm ki, onlar müharibə görməsin. Mən bu günlərin bütün uşaqların 1 iyun münasibətilə hamısını təbrik edirəm. İnşallah ki, bütün uşaqlar hamı öz arzularına çatsın. Bizim tədbirimiz ənənəli tədbirdir. Demək olar ki, ikinci ildir biz İçəri şəhərin təşkilatında iştirak edirik. Bizim bugünkü və dünənki tədbirimiz müayinədir. Bizim uşaqlarımıza pulsuz müayinə keçirdirik. Pediatr tərəfindən, otolaringoloq tərəfindən və oftalmologiya tərəfindən onlara pulsuz müayinə keçirdirik. Neçə yaşın var? 7. Neçənci sinifdə oxuyursan? 1-ci. Hansı məktəbdə? 260. Kimdən gəlmisən bura bugün? Müəllimə ilə. Uşaqlara nə arzuluyursan? Can arzu diləyirəm. Sizcə bir övladı düzgün böyütmək üçün necə onu yetişdirmək lazımdır? Məncə gözəl tərbiyə vermək lazımdır. Gözəl gəzdirmək lazımdır, əyləndirmək lazımdır. Nə arzulayarsınız uşaqlara? Uşaqlara xoşbəxt olsunlar, sağlam böyüsünlər. Neçə yaşın var İnci? 7 yaşım var. Böyüyəndə nə olmaq istəyirsən? Həkim. Özünü bugün necə hiss edirsən? Yaxşı. Sənə hədiyyə alıblar bugün? Hə. Uşaqlar günü münasibətilə təbrik edirəm. Qoy onlar sağlam, xoşbəxt böyüsünlər, xəstələnməsinlər, pisliklər görməsin, müharibə görməsinlər, sağlam yaşasınlar. Hamısını təbrik edirəm. Bütün balalarımıza, bütün evlatlarımıza bayramını mübarək olsun. Oxuyursan? 1-ci sinifdə. Bugün özünü necə hiss edirsən? Yaxşı. Sənə bugün hədiyyə alıblar uşaqlar günündə. Mənə hədiyyə alıblar, mənə hədiyyə hər yerə aparmaq. Böyüyəndə nə olmaq istəyirsən? Müəllim. Müəllim. Sənə bugün hədiyyə alıblar bəs? Mənə hədiyyə alıblar ki, mənə gəzdiriblər. Şahin neçənci sinifdə oxuyursan? 1-ci. Bugün kimdən gəlmisən bura? Məktəblər valideynlərimlə. Uşaqlara nə arzuluyursan? Bugün necə hiss edirsən özünü? Qəşəng hiss edirəm.